Mənim də dağlarda bir arzum qaldı. Yaralı qartal tək yamacdan baxıb, dərindən ah çəkib fəryad qopardım. Gözümdə bir nisgil, bir həsrət oldu. Nisgili həsrəti çəkdim sinəmdə. Hicranı qaldırıb çiyinlərimdə, arxamca dağlara özüm apardım. Vüsalı zirvəyə çatdırsam da mən, özüm yarı yolda, yarımçıq qaldım. Hey qalxdım ayağa, hünər tapmadım. Dikilmək istədim, təpər tapmadım. Qanadı qırılmış bir quş kimiydim. İlişib kollara, çoslara dəydim. Yolu itirdim, izi itirdim. Düşdüm keşməkeşli burulğanlara, çovğunlu, küləkli qasırğalara. Ömrümü axtarıb tapana qədər qar yağdı ömrümün ilk baharına. Qar yağdı, yolları lay buz tutdu. Çay daşdı, sel gəldi, izləri yudu. Zirvəyə yüksəlmək bir arzum idi. Arzular yaşayır, hələ cavandır. Yazıb yaratmağa can atmaqdadır. Ancaq ki arzular cavan qalsa da, Ziyad Qarabağlı qocalmaqdadır. Ziyad Qarabağlı qocalmaqdadır. Gənc yazar şəhidimiz Ziyad Türksoy Qarabağlı.